Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın söndürənlərin və xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın xilasetmə xidmətləri rəhbərlərinin 26-cı beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Fövqəladə Hallar Naziri General-Mayor Botir Qudratxocayevlə görüşüb. Kəmaləddin Heydərov ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı, etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladı. İki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir, keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan imzalanacaq birgə fəaliyyət planının qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib. Özbəkistanın Fövqəladə Hallar Naziri Botir Qudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, yanğınsöndürənlərin və xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın xilasetmə xidmətləri rəhbərlərinin 26-cı beynəlxalq konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. O, strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edib. Əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydasından danışıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün yekununda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət planı imzalanıb. Planı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və Özbəkistan Respublikasının Fövqəladə Hallar Naziri Botir Qudratxocayev imzalayıblar. Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarə etmə mərkəzi, rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı baş idarəsi və ictimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olub. Qeyd edək ki, səfər çərçivəsində Özbəkistan Naziri Fövqəladə Hallar Nazirliyinin bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.